Doktor, polikistozu müalicə edirsiniz. Bu sual çox müəmmalı, paradoksal bir sualdır. Çünki polikistoz özü ümumilikdə müalicə olunmur. Yəni sizi bir neçə kurs müalicə ilə tamamilə sağaltmaq mümkün olmur. Və sizə edə biləcəyimiz köməklik nədir? Bu köməklik sizdəki polikistoz əlamətlərinin düzəldilməsidir. Əsas əlamətlər nə olur? Bir, iki cinsiyyət hormonlarının artmasına bağlı olaraq əmələ gələn saç tökülməsi, sızanaqların olması, uyğun olmayan yerlərdə tüklənmənin olması, dəridə yağlanma, bunları düzəltmək olur iki cinsiyyət hormonlarını müalicə edərək. İkincisi, aybaşı pozğunluğunuz olur. Aybaşı pozğunluğunuza dərmanlarla müdaxilə edə bilirik. Və üçüncü, xanımları narahat edən əsas problem isə sonsuzluqdur. Sonsuzluğun olma səbəbi sizdə anovulyasiya dediyimiz yumurtlamanın olmamasıdır. Yumurtlama olmadığına görə hamiləlik ehtimalı da çox az olur. Buna da müdaxilə etmək necə olur? Sizdə folikulu yetişdirmək üçün, yetişdikdən sonra çatlatmaq üçün dərmanlardan istifadə edirik və bu şəkildə hamilə qalmanızı ehtimalını artırırıq. Bunların heç biri isə sizdəki polikistozu müalicə etmir. Sadəcə sizdə olan əlamətlərin qarşısını almaq üçün, yəni simptomatik olaraq müalicə edirik.